Salam dəyərli həmkarlar. Gələcəyin əlaçı müəllimləri və MİQ imtahanına böyük əzmlə hazırlaşan dostlar. Mən Vüsalə Qacar. Bugünkü xüsusi master klassımıza, yəni izahlı dərsimizə tam vaxtında qoşulmusunuz. Çünki bugün biz pedagogikanın bəlkə də ən dərin, amma eyni zamanda MİQ imtahanında ən çox qarşımıza çıxan mövzusunu tam olaraq parçalayacağıq. Söhbət şəxsiyyətin formalaşmasında məktəbin və müəllimin rolundan gedir. Nəzəriyyəni sadəcə əzbərləməyəcəyik, yox. Biz onu situasiya suallarında necə tutmaq lazım olduğunu öyrənəcəyik. Qəhvəniz, qələm və dəftəriniz hazırdırsa, heç vaxt itirmədən gəlin elə dərhal başlayaq. Əvvəlcə, gəlin beynimizdəki o fundamental yanaşmanı bir qədər dəyişək. Diqqət edin bu sözlərə. Təhsilin məqsədi təkcə bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Gəlin etiraf edək. Bəzən biz kurikulum, standartlar, test balları deyib əsas məsələni unuduruq. Amma bir anlıq təsəvvür edin. Sinfinizdə riyaziyyatdan əlaçı olan, bütün tənlikləri saniyələr içində həll edən bir uşaq var. Lakin o, sinif yoldaşı çətinliyə düşəndə ona kömək etməkdən imtina edir, olduqca egoist davranır. İndi sizcə, biz işimizi tam görmüş sayılırıqmı? Əlbəttə ki, yox. Siz sinfə daxil olanda sadəcə fənn öyrətmirsiniz. Siz sözün əsl mənasında bir insan memarısınız. Və inanın mənə, MİQ imtahanındakı o qəliz situasiya suallarının əksəriyyəti məhz sizin bu memar, yəni şəxsiyyət yönümlü yanaşmanızı yoxlamaq üçün qurulur. Yaxşı, bəs bugün hansı xəritə üzrə hərəkət edəcəyik? Çox sadə, 5 əsas dayanacağımız var. Birinci, məktəbin rolu. İkinci, müəllim. Həm model, həm də fasilitator kimi. Üçüncü, sizin o çox sevdiyiniz praktiki strategiyalar. Dördüncü, təlimdəki digər həssas məqamlar. Və nəhayət beşinci, bütün bu öyrəndiklərimizin MİQ imtahanı üçün pedaqoji nəticələri. Keçək elə birinci bölməmizə, şəxsiyyətin formalaşmasında məktəbin rolu, yəni məktəb cəmiyyətin kiçik bir modeli kimi. Düşünün ki, uşaq ailədən ilk təməl dəyərlərini alıb gəlir. Bəs sonra nə baş verir? Məktəb onların ilk real, böyük sosial sınaq meydanına çevrilir. Uşaq öz qabığından çıxır və mən kiməm, mənim cəmiyyətdəki yerim haradır kimi suallara məhz məktəbdə cavab axtarır. Biz məktəbdə yalnız bilik yox, nələri formalaşdırırıq? Xarakteri, düşüncə tərzini, o çox vacib olan emosional intellekti, dəyərləri, məsuliyyət hissini. Baxın, imtahanda qabağınıza bir sual çıxır. Variantlardan biri şagirdin sadəcə və sadəcə akademik uğruna, qiymətinə köklənir. Bilin ki, bu çox vaxt tələdir. Bizdən həmişə balansı, yəni həm intellektual, həm də sosial-emosional böyüməni eyni anda görə bilən yanaşma tələb olunur. İndi isə gəlin fokusumuzu biraz da dərinləşdirək və ikinci bölməyə, yəni birbaşa bizə, müəllimin roluna baxaq. Biz sinifdə uşaqlara sadəcə informasiya ötürən bir flaşkart deyilik, düzdür? Bizim şagirdlər üzərində inanılmaz, bəzən heç özümüzün də fərqində olmadığımız bir təsir gücümüz var. Və bu iki cür baş verir. Birincisi, rol model kimi. Bu tamamilə şuuraltı bir təsirdir. Siz nə qədər nəsihət verirsinizsə verin, uşaqlar gəlib sizin bir problemə necə reaksiya verdiyinizi, konfliktləri necə həll etdiyinizi görəcək və bunu təqlid edəcəklər. Siz canlı örnəksiniz. İkincisi isə fasilitator kimi roldur. Bu artıq bələdçilikdir. Yəni, uşaqlar susun, hər şeyi mən bilirəm, mən deyəni yazın yox, gəlin birlikdə kəşf edək, gəlin düşünək deməkdir. MİQ testlərində situasiyanın qızıl açarı bax budur. Düzgün cavab həmişə şagirdə balığı hazır verməyən, ona balıq tutmağı öyrədən, onu tənqidi təfəkkürə yönəldən fasilitator mövqeyidir. Bəs bütün bu gözəl sözləri reallıqda necə edəcəyik? Üçüncü bölməmizdə elə bu metodika qutusunu açırıq. Praktiki strategiyalarımız nələrdir? Birincisi, qruplarlı iş. Amma elə-belə, kim hara istəyir otursun şəklində yox. Heterogen qruplar, yəni ekstravertlə introverti, fərqli öyrənmə tərzləri olan uşaqları bir araya gətirməlisiniz ki, onlar komanda olmağı öyrənsinlər. İkincisi, düşünmə vaxtı. Tam səmimi deyirəm, o sualı verəndən sonraki bir neçə saniyəlik səssizlik bəzən müəllimə saatlar kimi gəlir. İstəyirik kimsə dərhal cavab versin. Amma yox, tələsməyin. Dərhal cavab istəsəniz, yalnız sürətli düşünənlər qazanacaq. Düşünmə vaxtı versəniz isə, dərin, analitik təfəkkürü işə salacaqsınız. Və üçüncüsü, mənim ən sevdiyim, müsbət gözlənti. Uşağa səndən heç nə çıxmaz desəniz, o doğrudan da heç nə edə bilməyəcək. Bu bir faktdır. Amma inamınızı göstərsəniz, bu inam onun inkişafı üçün sözün əsl mənasında bir raket yanacaq olacaq. Gəlin bunu kiçik bir ssenari üzərində addım-addım tətbiq edək. Uşaq suala səhv cavab verdi. Nə edirik? Dərhal, səhvdir, otur 2 demirik. Birinci addım, müzakirə açırıq. Kimin fərqli fikri var? İkinci addım, əks əlaqə veririk. Amma necə? Konstruktiv. Uşağın şəxsiyyətini yox, hərəkətini qiymətləndiririk. Nöqsanı göstərməklə yanaşı çıxış yolunu da mütləq qeyd edirik.
Və üçüncü, bəlkə də ən həlledici addım, səhvdən öyrənmə mədəniyyəti yaradırıq. Əgər siz sinifdə elə bir aura yaratsanız ki, uşaq səhv edəndə qorxmasın, o zaman o uşaq səhvi fəlakət kimi deyil, sadəcə öyrənmə pilləkanının bir pilləsi kimi görəcək. Dördüncü bölməmizdə biz görünməyən tərəfə, yəni təlimdəki emosional və mənəvi inkişaf məqamlarına toxunuruq. İmtahanda qızıl bal gətirən möcüzəvi bir termin var. Özü ilə bağlı refleksiya. Bu nə deməkdir? Bu o deməkdir ki, uşaq durub öz-özünə sual verir. Mən bugün nə öyrəndim? Mən necə biriyəm? Gələcəkdə necə biri olmaq istəyirəm? Əgər siz uşağa bu refleksiya şansını yaratsanız, onun daxili motivasiyası oyanacaq. O artıq anasının, atasının qorxusundan və ya 5 almaq xatirinə yox, sırf öz şəxsi inkişafı üçün oxumağa başlayacaq. Budur əsl fərq. Mənəvi inkişafı gücləndirən digər bir bomba metodsa, mənəvi əxlaqi müzakirələrdir. Hər hansı bir hekayəni və ya real həyatdan bir hadisəni sinfə gətirin və soruşun, sən olsaydın nə edərdin? Səncə o qərar ədalətli idi? Uşaqları əxlaqi dilemmalarla üz-üzə qoyun ki, empatiya hissləri işə düşsün. Qaydaları əzbərlətmək asandır, əsas məsələ o qaydanın ruhunu, həyatdakı tətbiqini uşağa hiss etdirməkdir. Və gəldik ən maraqlı, hər kəsin səbirsizliklə gözlədiyi 5-ci bölməyə. Nəzəriyyədən təcrübəyə birbaşa MIQ nəticələrinə baxaq. Baxın, bütün bu qızıl qaydalar imtahanda necə qarşınıza çıxacaq? Təsəvvür edin, testdə belə bir situasiya var. Müəllim zəif oxuyan uşaqlara heç bir diqqət yetirmir, sadəcə deyir ki, səsinizi çıxarmayın, sakit oturun. Və sual soruşur ki, müəllim nəyi pozub? Bir çox namizəd imtahan həyəcanı ilə fikirləşir ki, hə, müəllim intizam yaradır da, burada nə var ki? Xeyr, qətiyyən. Biz nə öyrəndik? Müsbət gözləndi. Müəllim hər kəsə inanmalıdır. Sən onsuz da oxumursan mane olma deməklə, müəllim şagirdin motivasiyasını darmadağın edir, pedaqoji prosesin tamlığını pozur. Testdə həll edərkən bu altda yatan şəxsiyyət problemini, o qırılan ümidi mütləq görməlisiniz. Başqa bir test nümunəsi. Deyək ki, sualda uşaqlara fərqli baxışlara hörmət etməyi öyrədən səhvləri faciə yox, öyrənmə fürsəti kimi təqdim edən bir mühitdən bəhs olunur. Soruşulur, bu müəllim hansı roldadır? Fikir verirsinizsə, az öncə danışdığımız səhvdən öyrənmə mədəniyyəti necə birbaşa situasiyaya çevrilib? Sizin cavablarda axtaracağınız variant tamamilə əməkdaşlığa, güvənə və tənqidi təfəkkürə hesablanmış fasilitator variantı olmalıdır. Əzbərçilik işə yaramayacaq. Prosesin içindəki o fasilitator ruhunu tapmalısınız. Beləliklə, gələcəyin işıqlı müəllimləri, bugünkü izahlı dərsimizin sonuna gəldik. Biz nəzəriyyəni öyrəndik, testləri necə sındırmağın yollarını tapdıq, lakin sizdən bir xahişim var. MIQ imtahanına gedərkən və ondan da vacibi, sabah o təyinatı alıb ilk dəfə sinfə daxil olarkən zəhmət olmasa bu sualı özünüzə verin. Mən öz sinfimdə hansı şəxsiyyət növünü yetişdirirəm? Unutmayın, o parta arxasında əyləşən uşaqlar bu cəmiyyətin, bizim gələcəyimizin düz onurğasıdır. Əgər siz fasilitator ruhunuzu qorusanız, onlara inansanız, həm imtahanda yüksək nəticə toplayacaq, həm də əsl müəllim adını zirvələrə qaldıracaqsınız. Mən sizin hər birinizə bu şərəfli yolda, MIQ yolculuğunuzda tükənməz enerji və böyük uğurlar arzulayıram. Növbəti master klasslarda görüşənədək hələlik.